Və yenə dediyim kimi, Allah evi olmayanlara Allah ev qismət edir. Sonda qiymətini deyəcəm. Buyuraq bir dənə baxayım bizə. Hal-hazırda bura bizim dəhlizimizdir və burada da mətbəximiz yerləşir. Bu da bizim sanitar qovşağımızdır. Baxmayın, ariston var mı? Qaz var, şortçuku var. Şimdi gördüğünüz kimi evimizin radyatörü var. Hazırda bir dənə həyətdə bax belə bir kralovka var. İstəsiniz bundan istifadə edərsiniz. Sanitar qovşağımızı bir dənə, sanitar qovşağımız da həyətdə. Bəli, bax, hazırda evi gördünüz, çox iri və koridor dəhlizli, bir dənə girişində mətbəx. Siz mətbəxdə məsələn dəyişir eləyə bilərsiniz bu evdə də, nəsə. Buranı da kladovka istifadə edə bilərsiniz.